Çəkmirsən? Salam dəyərli kanal izləyicilərimiz. İlbiz metoduna aid növbəti qismən mürəkkəb misala baxaq. Bu misal da Dövlət İmtahan Mərkəzinin test toplusundandır. Trigonometrik tənliklərin müxtəlif üsullarla həlli bölməsindəndir. Tənliyimiz belədir. 3 sin kvadratı 5x çıxı 7 kosinus 5x bərabər 3 tənliyinin 20-180 dərəcə aralığındakı kökləri cəmini tapın. Deməli, ilk öncə bu tənliyi gəlin sadələşdirək. Deməli, burada əsas trigonometrik enliyə əsasən sinus kvadratı 5x yerinə 1 çıx kosinus kvadratı 5x yazacağam. Olacaq 3 vurulsun. 1 çıx kosinus kvadratı 5x çıx 7 kosinus 5x çıx 3 bərabər 0. Və bu mötərizəni açsaq, alınır 3 çıxılsın 3 kosinus kvadratı 5x çıx 7 kosinus 5x çıx 3 bərabər 0. Buradan 3'lər islah gedir və mən bərabərliyin hər iki tərəfi mənfi 1'ə vursam, alınır 3 kosinus kvadratı 5x üstə gəlsin 7 kosinus 5x və buradan kosinus 5x'i mötərizə xaricinə çıxarsam, alınır nə? 3 kosinus 5x plus 7 bərabərdir 0. Yaxşı. Hasilin 0'a bərabər olması üçün vuruqlardan heç olmasa biri 0'a bərabər olmalıdır. Buradan kosinus 5x bərabər 0 və buradan da kosinus 5x bərabərdir mənfi 7 bölü 3. Yəni, burada gördüyünüz kimi bunun həlli yoxdur. Çünki kosinus 5x metrik kosinus və ya sinus funksiyası mənfi 1 parçasında qiymətlər alır. Ona görə mənfi 7 bölü 3 ola bilməz. Bizim həll edəcəyimiz tənlik bu olacaq. Kosinus 5x bərabər 0. İndi isə keçirik əsas məqama, yəni İlbiz metodunun tətbiqinə. Bunun üçün biz koordinat sistemimizi çəkirik. Və burada bizim deməli, gördüyünüz kimi aralıq x 20 dərəcə 180 dərəcə aralığı verilib. Bizdə isə kosinus 5x bərabər 0 tənliyini əldə etməliyik. Ona görə ilk öncə mən 5x aralığını tapmalıyam. 5x aralığı hansı aralıq olacaq? Hər tərəf 5'ə vursam olacaq 5x böyüdür 100 dərəcədən və kiçikdir 900 dərəcədən. Yaxşı. İndi mən 100 dərəcə 900 dərəcə aralığını burada qeyd eləməliyəm. Biz bilirik ki, bu 0, 90, 180, 270, 360 bu şəkildə gedir. Sadə əqrəbin əksi istiqamətində. Deməli, bura 90-dırsa 100 hardasa buradan başlayacaq. Düzdürmü? 100, 180, 270, 360, bura gəldi ordu 450, 540, 630, 630'un üstünə 90 gələndə 720, üstünə 90 gələndə 810, üstünə 90 gələndə oldu nə? 900. Və gəlin dərəcələrimizə baxaq biz. Deməli, bizə kosinus 5x 0 lazım idi. Biz bilirik ki, bu ox kosinus oxudur, bu ox isə sinus oxudur və deməli, kosinus 0 alması üçün, bax, bu ox üzərində olmalıdır, yəni sinus ox üzərində olmalıdır kəsmə nöqtələri. Deməli, neçə nöqtəmiz var? 1, 2, 3 və 4 dənə nöqtəmiz var. Deməli, bizim bu aralığa daxil olan 4 kökü var tənliyimizin. Bizdə isə burada sayını yox, köklər cəmini istəyir. Ona görə kökləri dəqiqlə tapmalıyıq. Gəlin tapaq. Deməli, dedik ki, bura deməli 270. Sonra gəldik 450. Sonra gəldik 630 və burada olacaq 810. İndi bunlar yəni 5x bir dəfə 630, 5x 270, 5x 450 və 5x 810 olmalıdır. Buradan x-ləri tapsaq, deməli 5x 800-dürsə, 810-dursa, x bərabər olacaq nəyə? 162-yə. Daha sonra 5x bərabər 450-dirsə, x nəyə bərabərdir? 90-a. Daha sonra 5x bərabərdir 270-dirsə, x nəyə bərabərdir? 54-ə. 5x 630-dursa, x bərabərdir 126-ya. Bizdən kökləri cəmini istəyirdi. Köklər cəmini isə sizə buraxıram. Köklər cəmini hesablayıb şərt bölməsinə yazmağı unutmayın.